Oğlanın anası göl öğrendi her şeyi. Mənim haqqımda. Nə? Mənim haqqımda hər şeyi öyrəndi oğlanın anası göl. Nə öyrəndik haqqında? Ay bu boş bilmirsən mənim haqqımda olanları. Bilirəm, qabaqlar kişi olmuşdun da onu. Ne o? Ailesi bilmirdi axı mənim cinsiyet dəyişdirdiyimi. Ondan sonra öyrənib qaynanam, qaynatam, işte oğlanı çağırdılar, dedi ayrıl. Mən də Niyə ayrıldım. dəyişdirdin ki sən cinsiyyətini? Kişiydin də o. Baboş kişi kimi istəmirdim, qadın kimi qəşəng. Qəşəng deyiləm ay baboş. Yaxşısan, tutaq ki, deyək indi maya qoymusan da özünə. Niyə dəyişdirdin ki, kişi kimi olmuşdun da, onsuz da kişi kimi idin də o vaxtlar. İstəmirdim də, qadın kimi istəyirdim mən. Mənim elə bir ki, kişilərə həvəsim var idi. Baboş, qadınlara həvəsim yox idi. Az elə söz danışma. Bura bax, söz deyirəm. Həvəsim var idi. Nə olsun ki, malca alardın da. Malca düzələrdin. Almadım da işte. Və şimdi sənin qocalığın, qocalanda nətər olasın? Valla bilmirəm ki, indi alan olsa gedəcəm, alan olmasa. Yox, alan oldu, sən uşaq dünyaya gətirə biləsən. Yox, dağa bilmirəm ki, baboş. Uşağım olmur. Nə bir şey? Nəyə bir Oğlan halında yaxşıydın. Macal düzələrdin, evlənərdin. Ay, mən bilmirəm. Ay baboş, mən niyə gətirim cəmaatın qızın bədbəxt edeyim? Mənim qızlara marağım yoxdur, oğlanlara marağım var. Nə yemək bişirirsən? Müş nə? Göy. İşte. Göyğat pişirəcəm. Kömək eləyim. Yox, sağ olun, çox sağ olun. Nuş olsun. Çox sağ olun, təşəkkür edirəm. Belə. Dedim hələ görüm nə edirsən, nə bişirirsən. Dedilər baboş. Təşəkkür edirəm. Sağ ol. Görüşərik. Özü yaxşı bax. Sağ olun.